Əziz Orucov həbsdən azad edildi. Və yəqin ki, birazdan Əziz Orucovun necə həbsdən buraxılması ilə bağlı videonu da rejissorumuz sizə təqdim edəcək. Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılıb. Bu barədə jurnalistin vəkili Bəhruz Bayramov məlumat yayıb. Əziz Orucovun cəza müddəti bugün bitib və Ədliyyə Nazirliyinin 16 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb. Sabah rayon məhkəməsinin hökmünə əsasən Əziz Orucov 2 il müddətli azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Aşağı İnstansiya Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb. Bildirək ki, Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci, daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən maddəsi ilə əlavə ittiham irəli sürülüb. İstiqlal dövründə 206.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilib. Məlumatda bildirilir və hörmətli rejissorumuz yəqin ki, o videonu təqdim edəcək. Bugün Əziz Orucov azadlığa qovuşub, həbsdən azad edilib və günə-gün həbs həyatını yaşayıb. Buyurun dostlar, baxın və burada bir övladları ilə necə qarşılanma səhnəsi var. Anası ilə necə qarşılanma səhnəsi var. Anasının onu necə qarşılanma səhnəsi var. Bəli. Və bir də övladları iki körpəsi necə qucaqlayır, bağrına basır və onlara... Əzim, gedək evə. Gedək uşaqların yanına. Gedək bu işlərimizin yanına, bunların yanına, eşəklərin yanına. Hamı gəlib yerləşəbilir. Hamı yerləşəcək. Mən bu işlərim var. Onlar balkondan boylanırlar ki, elə. Burada da saxlayabilirlər. Gəl çıx gətir də, nə? Gəl çıxmasın, gəl çıxanmır. Haradasan? Get kənar. Gəl öyümüzə qalxdı. Bir görə uşaqların reaksiyası necə olacaq? Reaksiyası. Getmə. Gelsin, arbalarım gelsin. Eşengim gelsin. Babasının nereye yapmışsa bakalım bu işe bak. Ama daha da Sen bu işe bakalım bu işe bak. Atanıza da vurdular, size de vurdular. Teşekkürler. Anne kafitte. Anne kafitte. Bana hem geldi. Ama görürse babasının yerini getirirse. Gedək evə. Telefonu kim getirdi? Kim? Ey. Sizin var ev var, getirin ev var. Şimdi o evine üstüne göre o ev var sen mi değil? O ev var sen mi? Ben sen mi değil? Şimdi hanım Allah'ım büyük şükür, ayazım. Öyle de kabardı. Ne geldi böyle güzel. Geldi böyle güzel. Tekrar çıkır geldi böyle güzel. Çok şükür sen yarabbim. Yarabbim. Şükür ana. Çok şükür geldim böyle. O kadar
Əziz dostlar, dəyərli tamaşaçılar, bir daha xatırladıram ki, Kanal 13-ün rəhbəri Əziz Orucov bugün evə buraxıldı, azadlığa çıxdı və gördüyünüz səhnələr anası ilə görüş, ailəsi ilə görüş, övladları ilə görüş. Çox maraqlı bir səhnədir. Allah bütün məhbusların qapısını açsın. Gözəl bir səhnədir, maraqlı səhnədir və həm də çox kövrək səhnədir. Görürsünüz anası ilə. Buyurun, izləyin, sonra fikirlərimizi bildirək. Çox xahiş edirəm, bəyənin, paylaşın və hərəniz bir dəfə bəyənmə işarəsi verməyinizi xahiş edirəm. Buyurun. Vallahi Aşı gördüm. gördü, Quran yaddan çıxdı. Ne yaptı? Ümidi sen görmeden kadar koştu. Ümidi sen görme ne güzeldi. Ne güzeldi. Ömrümün sonuna. Bir açın. Bir şey almışım be. Yine içeride çal. Yine içeride Bir de içeride sat. Kesin içeri, içeride sat. 5 eller. Hocam. Bunu açın. Kişiler gönderdi, almaz. Kişiler benimkileri almadı. Əziz dostlar, görürsünüz ki, burada saxla, videonu saxla, hörmətli rejissorumuz. Övladlarına hədiyyə alıb, uşaqlarına hədiyyə alıb, Əziz Orucov və uşaqlar hədiyyəni açır. Baxın, 2 il həbs həyatı yaşadı və görün, hər 2 ildə övladları nə qədər ataların özləyib, gözləyib. Çox kədərli bir səhnədir, əziz dostlar. Təkrar edirəm, Kanal 13-ün rəhbəri Əziz Orucov bugün azadlığa buraxılıb və gördüyünüz səhnələr ailəsi ilə görüşdü. Allah bütün məhbusların qapısını açsın. Və görün, bu 2 ildə nə qədər uşaqları özləyib ki, atamız gələcək, bizə hədiyyə alacaq və bundan sonra da Allah bilir nə qədər jurnalistin həyatı türmədən keçəcək və nə qədər jurnalist övladı, ata hədiyyəsinə həsrət qalacaq. Baxın dostlar, baxın. Buyurun. Bir de hayırlı şeyler konuşuyor bu yasak. İkilerinde bu baba. Ben demiştim ata kaydacaktı. Demiştim alma babam, demiştim alma kaydacağım. Demiştim mi? İşini gördük tartıda. Bak İşlerini gördüm, kardım. Pişik balaları yekeldi, onlar gitti öz validinlerinin yanına. Ben de geldim öz balalarımın yanına. Çok şükür. Öyle kesenkini de açsın. Sana bak. Pembe ne bu? Ay iyili, limerle. Hadi keşe içeri. Dostlar, digər bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Elə jurnalistlərlə bağlı Səidə Bəkir qızı xəstəxanaya yerləşdirildi. Hörmətli rejissorumuz, yəqin ki, videosu var onun. Aydındır, verə bilmirsiniz. Və bu günləri Səidə Bəkir qızı səhhəti pisləşib. Demək, səhər efir zamanı halı pisləşib. Aparıcının səhhətində problem yarandığına görə dərhal təcili tibbi yardım çağırılıb və Səidə Bəkir qızı təcili tibbi yardım maşını xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti stabildir. Qeyd edək ki, Səidə Bəkir qızı Space TV-də yayınlanan xəbərin izində verilişinin aparıcısıdır. Allah kömək olsun, əziz dostlar. Baxın, yəni, təsəvvür elədiyiniz kimi də verin, şəkli verin, Səidə xanım şəkli verin, hörmətli rejissorumuz. Rejissorumuz görüntüləri sizi diqqətlə təqdim edə bilmədi. Düzdür, elə də bir vəziyyəti çətin deyil. Hal-hazırda xəstəxanadadır və vəziyyəti stabildir Səidə Bəkir qızının. Əziz dostlar, uzaqdan bəlkə də tamaşaçıya o qədər asan gəlir ki, aparıcını qınayır. İndi düzdür, mən burada bir neçə aparıcının adını çəkdim.
Səidə Bəkir qızı və bundan əvvəl Əziz Oruzovla bağlı danışdım. Çox çətin peşədir. Bugün Azərbaycanda jurnalistika peşəsi ilə məşğul olmaq çox çətin peşədir. Yəni, söhbət müstəqil jurnalistikadan gedir, əziz dostlar. Müstəqil mətbuatdan gedir. İndi düzdür, mən özüm həm bu Səngər TV kanalının rəhbəriyəm, həm aparıcıyam. Bilirəm, nəyi danışmaq olar, nəyi danışmaq olmaz. Amma bəzən aparıcılar var ki, tanıdığım çox aparıcılar var, təzyiq xəstəsi. Bəzən mən, əziz dostlar, belə deyək, özümdən danışmaq istəmirəm, çətin bir situasiyadır bugün. O qədər korrupsiya var, rüşvətxorluq var, o qədər hərcməzlik var, danışmaq da olmur. Danışırsan, üstünə elə bir qüvvələr gəlir, sənən qat-qat güclü, yəni sənin ağırlığında pulu olan şəxslər var ki, məhkəməni ələ alır, hər yer əlləri çatır. Və bu günləri bəzən jurnal, məsələn, Səidə Bəkir qızının xəstələnmə məsələsini eşitdim, doğrusu pis oldum, çünki düzdür, bu yaxınlarda bu qaçqınlarla bağlı keçmiş məcburi köçkünlərlə bağlı bir ifadə səsləndirdi, hamı düşdü onun üzərinə. Jurnalisti səhv edə bilər, amma bir jurnalistin səhvinə görə 1000 düzün qoyursunuz bir qırağa, bir səhvin önə çəkirsiniz, amma xüsusən də xanım aparıcılarla bağlı danışanda hər kəsi diqqətli olmağı xahiş edirəm. Yəni, tənqid ola bilər, amma təhqir olunmasın. Təkrar edirəm, əziz dostlar, bugün mən heç kimə məsləhət bilməzdim jurnalistika peşəsi ilə məşğul olmaq. Azərbaycanda. Baxmayaraq ki, dünyada 2 ən ali və hörmətli peşə var. Bir, vəkil peşəsidir, bir də jurnalist. Yenə deyirəm, dünyada söhbət dünyadan gedir, Azərbaycandan getmir. Neysə, Allah, mən xanımı tanımıram, münasibətim yoxdur. Amma hər halda eşitdim, təcili yardım sarılıb, çox pis oldum. Allah şəfasını versin, Allah kömək olsun. Bəzən dostlar, efir aparıram, təzyiq qalxıb kəllə çarx, elə indi narahatam. Amma bir aparıcı, tamaşaçı yazır, deyirlər, nə olur, sürətli danış da. Niyə yavaş danışırsan? Amma o tamaşaçının mənim can ağrımdan xəbəri yoxdur, mənim səhhətimdən xəbəri yoxdur. Mən bu cümləni deyirəm, bu xəbəri deyirəm, bu məmuru tənqid edirəm. Bundan sonra məni hansı aqibət gözləyəcək, o tamaşasının xəbəri yoxdur. Çox təəssüflər olsun ki, tamaşaçılarımız, Azərbaycan tamaşaçısı əl çalmağı sevir, jurnalisti qızışdırmağı sevir. Amma o jurnalist həbs olunandan sonra xəbəri yoxdur, onun evində çörək var, yoxsa yox. Yenə deyirəm, bundan əvvəlki dəqiqələrdə mən Əziz Oruzovun Kanal 13-ün həbsdən azad olması səhnəsini təqdim etdim ki, övladlarına nələri təqdim edir? Hədiyyə alıb. 2 qızı var və uşaqlar hədiyyəni necə az gözlüklə açırlar. Ata qalıb bir tərəfdə, amma hədiyyəni az gözlüklə açırlar. Mən izah edə bilirəm. Təkrar edirəm, əziz dostlar. İndi mən özüm Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Bilirəm, nəyi necə demək lazımdır. Sən fikir verirsiniz ki, elə mövzular var ki, mən o mövzulara toxunmuram. Bilirsiniz niyə? Bəzən bir bağa girirsən, baxırsan ki, hər hansısa bir meyvə yetişibsə onu dərirsən, yetişməyibsə dərmirsən. Çünki yetişməyən meyvəni nə özün yeyə bilirsən, nə ətrafındakılara verə bilirsən. Çünki yetişməyib. Mövzu da belədir. Bəzən yetişməyən mövzular var, mən ona müraciət etmirəm.
həm də təhlükəli mövzulardır. Bilmirəm, fikirlərimi sətir altı necə sizə izah edə bildim, daha bilmirəm və izah edə bildimsə, nə gözəl bu günə, çox xahiş edirəm, kanalda olanlar hərəniz bir dəfə bəyənmə işarəsi verin, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Və tamaşaçı Qədir Hüseyin yazır ki, dəyərli Aqil bəy, bu bizdə ulağı qoyub palanı sıxışdırma məsələsinə görsənir. Bilirsiniz, əziz dostlar, mən həmişə deyirəm, bugün bir çox problemlərin günahkarı cəmiyyətdir. Cəmiyyət yetişdirir. Bütün problemləri yetişdirən, bəsləyən cəmiyyət. Siz bilirsiniz, Azərbaycan cəmiyyətində nə qədər üzə durmağı özünə çörək pulu edən insanlar var. Azərbaycan cəmiyyətindən bilirsiniz nə qədər rüşvəti halal bilib evinə, ailəsinə o pulla yemək alan, ərzaq alan insanlar var. Biraz cəmiyyətə qarşı da bir qınağı olmalıdır. Düşüblər, filan kəs belə gəldi, filan deputat belə gəldi, filan məmur belə getdi. O deputatı da, o məmuru da yetişdirən cəmiyyətdir, cəmiyyət. Belə, əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar çox xahiş edirəm, bəyənin, paylaşın və hərəniz bir dəfə bəyənmə işarəsi verin. Kanala abunə olmayanlar da abunə olsun. Təkrar edirəm, əlbəttə, veriliş və mənim belə deyək də, apardığım mövzular xoşunuza gəlirsə.